Mərhəmətli və rəhimli Allahın adı ilə bu çıxışımla sözüm dindar şiyələrə və dinə qarşı xoş münasibəti olan namaz qılmayanlaradır. İslam dininin əsası La ilahə illallah kəlməsidir. Yəni Allahdan başqa ilah, ibadətə layiq olan haqq məbud yoxdur. Hamının ilahiyyatçı kimi tanıdığı və bəyənərək dinlədiyi Hacı Şahin bir çıxışında deyir ki, bir nəfərlə gedirdik. Gördük ki, yol kənarında pozğun bir qadın dayanıb. Yanımdakı şəxs onu çağıraraq bütün pulunu ona verdi və dedi ki, götür get, amma İmam Hüseynə söz ver ki, bir də bu işi görməyəcəksən. Baxdım ki, hər kəs bu videonu bəyəndi, paylaşdı və tərifə layiq sözlər yazdı. Mən isə öz-özümə düşündüm və sual etdim ki, əcəba bu qadın ona necə söz verəcək? Əlini göyə qaldıraraqmı, yoxsa qəlbindəmi? Axı, ey müsəlman, Allahdan başqa ilah yoxdur. Həqiqətən də bu insanı dinləmək, onu sevmək həmən insanın ağlının naqisliyini göstərir. Lakin baxıram ki, onun dediklərindən heyrətlənən insanların çoxusu isə ziyalı, məhşur və müəyyən sahələrdə olan səviyyəli insanlardır. Bu zaman isə düşündüm və özümə sual etdim ki, bəs bu necə olur? Və anladım ki, bu işdə insana təsir edən mütləq ki, şeytan əli var. Və istəyirəm ki, bunu sizə də sübut edeyim, açıqlayım. Baxın, Allah-u Teala Nisa surəsinin 117-ci ayəsində buyurur. Onlar Allahı qoyub bütlərə tapınır və yalnız şeytana ibadət edirlər. İlk öncə dəlil olaraq onu deyim ki, bu adamın təbliğ etdiyi, İslam dininə adiyyəti olmayan, insanlara yönəltdiyi yollardan biri də Kərbəla, Məşəd ziyarətidir. Yəni qəbirlər və pirlər. Pirlər isə həqiqətən də müasir bütpərəstlikdir. Allah-u Teala Əraf surəsinin 194-cü ayəsində bildirir ki, Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Bunlar isə biz onlara ibadət etmirik. Onlar vasitəsilə Allaha yaxınlaşırıq deyirlər. İndi isə baxın, Zumər surəsinin 3-cü ayəsində isə Allah cavab olaraq bildirir ki, onlar Allahı qoyub bütləri özlərinə dost tutanlar, biz onlara bizi Allaha yaxınlaşdırmaq məqsədi ilə tapınırıq deyirlər. Gördüyünüz kimi, eyni söz, eyni məntiq. Nəticə isə Allah yanında yenə də bütpərəstlikdir. Ayədə bütlərə tapınır və şeytana ibadət edir sözünə gəlincə isə, hər bir pir sahibinin etdiyi təbliğata görə bilirik ki, hər bir pirin öz möcüzəsi, öz tarixçəsi vardır. Əsl həqiqətdə isə o pirlərdə heç bir kəramət yoxdur. Bunu həmən qəbirdə olan insanın hətta diri vaxtına baxdıqda belə anlamaq olar. Lakin orada baş verənlərə gəlincə isə, yəni bir əşyanın hərəkətinə və yaxud həmən insanın gördüyü yuxusuna, bu həmən insanı Allahdan ayıraraq o yerə bağlamağa çalışan şeytanın müdaxiləsidir, hiləsidir. Bunu isə dindar insanlar hər kəsdən daha yaxşı bilirlər. Elə isə dəyərli xalqım, həm bütlərdən, həm sizi onlara yönəldənlərdən və həm də sizi ora bağlayanlardan çəkinin və öz fitrətinizə dönərək İslamın kamilliyi olan tövhidə, yəni tək Allahlılığa yönəlin. Həm dünyada, həm də axirətdə nicat tapın.